Sabahınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi, xoş gördük Azərbaycan. Azərbaycanımıza bugün gələn qonaqlarımız, idmançılar, xarici vətəndaşlar, bütün turistlərimiz, hər birinizin sabahı xeyirləri açılsın əzizlərim. Bugün çox gözəl bir gündə görüşürük. Azərbaycanımız üçün, dövlətimiz üçün, xalqımız üçün önəmli olan bir tarixi gündə sizinlə səhər-səhər salamlaşırıq. Bugün iyun ayının 15-idir. İyun ayının 15-i Azərbaycan və Azərbaycanlılar üçün təkcə bir təqvim bayramı deyil mənim əzizlərim. Bugün, belə deyək, ictimai-siyasi əhəmiyyətinə görə, tarixi əhəmiyyətinə görə Azərbaycanlılar üçün önəmli bir tarixdir. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı və bu qayıdışla, belə deyək, müasir Azərbaycanımızın təməl daşının qoyulmasıdır ki, bugün biz bunu hər bir Azərbaycanlı olaraq fərəhlə izləyirik, qürur duyuruq, fəxr edirik. Bugün səhər çağında Lider televiziyasında biz çox hörmətli qonaqları dəvət etmişik ki, həm bugünün əhəmiyyətindən danışaq, həm də bugün müasir Azərbaycanımızda nələr baş verir, göz önündə nələrin şahidi oluruq, bütün bunlara bir nəzər yetirək. Hörmətli millət vəkillərimiz artıq studiyamızdadır. Mən məmnuniyyətlə sizin hər birinizi salamlayıram. Çox hörmətli millət vəkilimiz Aydın müəllim Mirzəzadə və Rafael müəllim Cəbrailov. Sabahınız xeyir, xoş gəldiniz. Sabah xeyir xanım. Əhval-ruhiyyə necədir? Təşəkkür, çox yüksək səviyyədə. Yaxşısınız. Hər zaman belə olasınız, hər zaman yaxşı olasınız. Çünki bu günlərdə belə deyək, hər bir Azərbaycanlının əhvalı son dərəcə yüksəkdir. Belə deyək, gəlin 15 iyuna bir nəzər yetirək, düzdürmü? Biz bu tarixə Qurtuluş günü deyirik. Azərbaycanın bir qurtuluş günü. Elə bil ki, Azərbaycan nədənsə bir qurtuldu. Bir tarixi əhəmiyyətindən danışaq. Ümumiyyətlə, Azərbaycan nədən qurtulurdu? Niyə biz bu günün adını məhz Azərbaycanın qurtuluş günü kimi elan edirik? Buyurun. Nurhan xanım, siz tamamilə doğru buyurursunuz. Doğrudan Azərbaycanın tarixində 15 iyun şanlı bir səhifədir. Qurtuluş günüdür. Azərbaycan böyük bir faciədən qurtuldu. Azərbaycan dövlətçiliyini itirmək təhlükəsindən, Azərbaycan xalqı isə vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Ümumiyyətlə 15 iyunun tarixi əhəmiyyəti ondan ibarətdir ki, Qurtuluş günü tarixdə şəxsiyyətin müstəsna rolunu bir daha təsdiqlədi. Azərbaycan dövlətinin qorunmasını, qəsdlərdən qorunmasını, məhv olmaq təhlükəsindən bir şəxsiyyət tərəfindən qorunmasını bir daha nümayiş etdirdi. Bütövlükdə Azərbaycan dövlətinin de facto qurulmasının əsası qoyuldu. Mən bəzən belə deyəndə, bəzi insanlarımız deyirlər ki, Azərbaycan dövlət müstəqilliyini ondan təxminən 1 il 8 ay əvvəl elan etmişdi. Müstəqillik haqqında konstitusiya haqqı qəbul olunmuşdu. Azərbaycan hətta BMT-yə üzv də qəbul olunmuşdu. Amma bilirsiniz, hüquqşünaslar yaxşı bilir ki, de factoya söykənməyən, de factodan qaynaqlanmayan de jure boş bəyanatdan başqa bir şey deyil. Çünki həmin vaxtda Azərbaycanda bəli, de jure dövlət olsa da, mən deyərdim ki, Azərbaycanda dövlət yox, siyasi öz fəaliyyət dərnəyi səviyyəsində olan bir qurum vardı. Yəni, Azərbaycan həmin vaxt bir vassal, ən azından vassal bir dövlət olmaq təhlükəsindən qurtuldu. Çevrilə bilər. Azərbaycan bir forpost olmaq təhlükəsindən qurtuldu. Tarix belə şeylərin çoxlu sayda nümunələrini göstərib. Dövlət müstəqilliyi elan olunan tarixdə dövlətlər var. Yəqin Aydın müəllim də bunu mənə təsdiqləyər ki, amma əslində o ya vassal bir dövlətdir, ya bir forpostdur və yaxud da ki, onun müstəqilliyi deklarativ xarakterdən uzağa getməyən bir dırnaqarası müstəqillikdir. Azərbaycan da dövlət quruculuğunun de facto mərhələsi başlandı. Yəni, Azərbaycan xalqı birmənalı şəkildə dövlətim var, mən müstəqil dövlətəm deyə bildi. 15 iyundan sonra əhəmiyyətini belə açıqlayırsınız. Ona görə də, bax, bu 15 iyun Azərbaycan tarixində çox şanlı bir səhifədir. Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının, belə deyək, müstəqil yaşaya bilmək əzminin bir ifadəsi olaraq çox böyük tarixi əhəmiyyətə malikdir. Gözəl, buyurun Aydın müəllim.
Eyni suala sizin də cavabınız maraqlıdır. 15 iyun 1993-cü ildən 22 il keçir. Bu müddət ərzində artıq bütöv bir nəsil formalaşıb ki, həmin dövrə tarix kimi baxır. Ancaq böyüklərin söhbətlərindən həmin dövrünə baş verdiyi haqqında təsəvvür yaranır. 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqilliyini bərpa etsə də, 93-ün 15 iyununa qədər faktiki olaraq Azərbaycan çox böyük bir böhran mərhələsində idi. Ayaz Mütəllibov rejimi hələ də Sovet təfəkküründən azad ola bilmirdi. Onun nə müstəqilliklə bağlı, nə Azərbaycan probleminin həlli ilə bağlı hər hansı bir problemi yox idi. Ondan sonra hakimiyyətə gələn AXC Müsavat hakimiyyəti də bunların özü də təcrübəsizlik, naşılıq, populizm, xalqdan ayrı olma, ən əsası isə Azərbaycanın maraqlarını elə ilk gündən xaricdən müəyyən dairələrə güzəştə getməsi Azərbaycanı 93-ün 15 iyun ərəfəsində böyük fəlakətə qoydu. Gəncədə Surət Hüseynovun qiyamı, Cənubda separatçılıq, şimalda separatçılıq Azərbaycanı parçalanmaq təhlükəsi qarşısında qoyurdu. Əgər həmin dövr doğrudan da Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan bugün İraqın, Suriyanın, Yəmənin yaşadığı bir tarixi yaşayacaqdı. Nəzərə alsaq ki, Azərbaycan çox zəngin təbii sərvətlərə malikdir. Aydın məsələdir ki, xaricdə müəyyən dairələr bu prosesi daha da sürətləndirəcəkdilər. Azərbaycan ən yaxşı halda sadəcə olaraq formal müstəqil olacaqdı. Belə deyək, variantlardan biri bu mümkündür ki, Azərbaycan öz müstəqilliyini itirəcəkdi. Heydər Əliyevin həmin dövrdə xalqın təkidi ilə hakimiyyətə gəlməsi Azərbaycanda güclü hakimiyyət yaratdı, Azərbaycanda daxili stabillik yaratdı, Azərbaycan təbii sərvətlərinə sahib oldu, vahid ordu yaradıldı. Bir sözlə, dövlətə xas olan nə cəhətlər varsa onların hamısı yaradıldı. Və bir mənalı şəkildə demək olar ki, Azərbaycanın ən müasir tarixi 15 iyun 1993-cü ildən başladı. Azərbaycanın problemlərini həll edir, Azərbaycanın qüdrətlənməsi, dünya birliyində layiq olduğu nüfuzlu yerin tutması, bütün bunlarla son 15 iyundan başlayır. Ona görə də 15 iyun Azərbaycanda milli qurtuluş günü sayılır. Çünki Azərbaycan dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. Azərbaycan kiminsə köləsi olmaq təhlükəsindən qurtuldu. Azərbaycan təbii sərvətlərindən məhrum olmasından qurtuldu. Azərbaycan indiki İraqın, Suriyanın, Yəmənin düşdüyü varianta 22 il bundan əvvəl düşmə təhlükəsindən qurtuldu. Sözsüz, mən hər zaman söyləyirəm, baxı bizim efirimizdən də söyləyirəm, hörmətli millət vəkillərimiz ki, ümumiyyətlə bizim gənclərimiz bu tariximizi dönə-dönə öyrənməlidirlər. Çünki əgər bugün biz tariximizi öyrənməsək, tarix belə deyək, ya insanın, bir dövlətin, xalqın əleyhinə danışır, ya lehinə danışır. Hər zaman belə olub. Amma biz bugün gərək tariximizi öyrənək. Çünki Azərbaycan elə bir məqamda, elə bir vəziyyətdədir ki, hörmətli millət vəkilimiz Aydın müəllimin də söylədiyi kimi, həm burada strateji məsələ var, həm bizim təbii sərvətlərimiz var. Hər zaman biz diqqət mərkəzindəyik. Hər zaman kiminsə əlinə keçmək, bax belə bir o şansı hər zaman özünə kimsə qazanmaq istəyir. Bunun üçün Azərbaycan gəncliyinə bu tarixi dönə-dönə öyrətmək, Azərbaycan gəncliyində tarixinə bir sahiblənmə hissini yaratmaq üçün nələr etmək lazımdır? Gənclik daha yaxşı öyrənsin bunu. Nurhan xanım, əvvəla mən qeyd edeyim ki, Aydın müəllim çox düzgün vurğuladı ki, bu bir tarixdir. Bəli. Bilirsiniz, tarixi kitablardan, bir mənbələrdən, elə bizim çıxışlarımızdan da gənclər öyrənir. Amma bilirsiniz, bu hadisələrin birbaşa iştirakçısı olmaq, onun şahidi olmaq, bu hadisələri öz gözünlə görmək tamamilə başqa bir şeydir. Yəni, bu daha bir etibarlı bir mənbədir. Bilirsiniz, bunun, bax, sizin sualınızı keçməzdən əvvəl bu Qurtuluş gününün tarixi əhəmiyyətindən danışanda hökmən bu günə həmin dövrün kontekstindən baxmaq tamamilə düzgün. 22 il əvvəl. Əlbəttə. Bilirsiniz, Azərbaycanın, biz deyirik ki, Azərbaycan dövlətçiliyi süquta uğramaqdan qurtuldu. Faktiki surətdə Azərbaycanın indiki ərazisində nələr baş verdiyini bilmək üçün o dövrə bir ekskurs eləmək lazımdır. Siz təsəvvür edin ki, Azərbaycanın cənub bölgəsində Biləsuvardan başlayaraq, onun biraz şimal hissəsindən başlayaraq, bütün 7 rayon faktiki surətdə Azərbaycanın yurisdiksiyasından çıxarılmışdı. Əli-Kiram Hümbətov orada bir qondarma Talış Muğan Respublikası yaratmışdı, bir qondarma sərhəd yaratmışdı. Dağlıq Qarabağdan deməli ağır texnika çıxarılmışdı və yaxud da ki, keçmiş Sovet ordusunun o ağır zirehli texnikası
əldə olunmuşdu, yığılmışdı, orada bir sərhəd yaradılmışdı. Siz təsəvvür edin ki, həmin vaxt mən Respublika prokurorluğunda işləyirdim. Mən deməli Masallıya xidməti ezamiyyətə gedə bilmədim. Postdan keçə bilmirdisə? Bəli, buraxmadılar. Çünki tamamilə başqa bir dövlətin ərazisinə gedirsiniz. Mənim atam hacıdır. Bəli. Deməli, həmin vaxt öz yaxın qohumunun yas mərasiminə Cəlilabada gedə bilmədi. Dedilər ki, sənəd gətir, başqa bir dövlətin ərazisinə gedirsiniz. Biz bunu yaşamışıq. Bəli. Mən özüm bunu yaşamışam. Siz baxın, deməli, Gəncə bölgəsi, bütün Gəncəbasar Surət Hüseynov tərəfindən obrazlı desək, özəlləşdirilmişdi. Bəli. Şimalda sadvalçıların hərəkətlərini Aydın müəllim də yaxşı bilir, nələr baş verirdi. Qarabağda Azərbaycan torpaqlarının müdafiəsi sadəcə taleyin ümrünə buraxılmışdı. Partizan yəni dəstələrinin, demək istəyirəm, onda Azərbaycandakı vəziyyət bax belə idi. Ona görə də bütün bax bunların fonunda biz nədən qurtulduq o sualına daha ətraflı cavab verə bilərik. Və bu baxımdan da siz dediyiniz kimi, bilirsiniz, bu tarix gənclərə öyrədilməlidir. Sadəcə bir qurtuluş günü deyib, bir belə deyək, çox bir adi bir gün kimi, sıradan bir bayramlardan biri kimi baxmaq, mən düşünürəm, düzgün olmaz. Çünki hər bir bayramın Azərbaycanda bir məzmunu var, bir tarixi mənbəyi var. Amma Qurtuluş günü çox şanlı bir səhifədir. Qurtuluş günü eyni zamanda Azərbaycan xalqının müdrikliyinin bir ifadəsidir. Çünki Azərbaycan xalqı çox düzgün bir seçim elədi. Heydər Əliyevi hakimiyyətə dəvət eləməklə və onu parlamentin sədri seçməklə və yeri gəlmişkən mən onu da vurğulamaq istəyirəm ki, biz Aydın müəllimlə hər birimiz bir qürur duyuruq ki, parlamentin deputatı olaraq qürur duyuruq ki, məhz bu gün də Heydər Əliyev parlamentin sədri seçildi. Bax, həmin zalda seçildi. O hadisələr, bax, bu gün bizim işlədiyimiz həmin zalda cərəyan elədi və yeri gəlmişkən mən sizə deyim ki, Heydər Əliyevin təxminən bir 3 aydan biraz artıq parlamentin sədri vəzifəsində olduğu dövr bu gün də parlamentin fəaliyyətinin ən məhsuldar dövrüdür. Həmən 3 ay. Bəli, həmən 3 ay. Siz təsəvvür edin ki, bu 3 ayda 120-dən artıq qanun və qərar qəbul olundu. Bəli, siz təsəvvür edin ki, deməli, elə bir çətin vəziyyətdə Gəncədə nələr baş verirdi. Görürsünüz ki, artilleriyadan istifadə etməklə qan tökülmüşdü. Daha sonra Heydər Əliyev deməli Azərbaycan prezidentinin də səlahiyyətlərini icra eləməyə başladı. Çox ağır bir yük, gərgin bir vaxtda iqtisadiyyat dağılmışdı. Azərbaycanda bir anarxiya hökm sürürdü. Xaos var idi. Azərbaycan Gəncliyi və Aydın müəllimlə söhbət edirdik. Fakti surətdə parçalanıb müxtəlif qanunsuz silahlı birləşmələrə cəlb olunmuşdu. Yəni demək istəyirəm, belə bir şəraitdə Azərbaycan parlamenti Heydər Əliyevin sədrliyi ilə ən məhsuldar bir dövrünü yaşadı. Siz təsəvvür edin, 120 qanun və qərar qəbul olundu. Bugünkü fəaliyyətlə də müqayisədə ən məhsuldar bir dövr idi. Bilirsiniz, bax bu baxımdan, bax bu prizmadan o şanlı tarix gənclərə öyrədilməlidir. Sadəcə biz deyirik ki, Azərbaycan müstəqilliyini 91-ci ilin oktyabrın 18-dən götürüb konstitusiya aktı qəbul olunan, amma mən bayaq dedim ki, de facto Azərbaycan dövləti o təhlükədən məhz 93-cü ilin 15 iyununda qurtulmağa başladı. Yəni bu şanlı tarix olduğu kimi yəni gənclərə çatdırılmalıdır. Və mən düşünürəm ki, bu olduğu kimi gənclərə çatdırılan bu tarixi hər bir gəncimiz öyrənməkdən, bu bilgi daşıyıcısı olmaqdan bir şərəf duyacaq. Sözsüz, həmən tarixi siz canlı-canlı izləmişsiniz. Biz hər birimiz həmən tarixi canlı-canlı izləmişik və elə mənim də yadıma həmən tarixlə bağlı müəyyən məqamlar düşdü. Qarabağ zonasından, məsələn, Azərbaycana gəlmək istəyən müəyyən insanlar vardı ki, onların gəlişlərinə hətta mane olanlar oldu. Onlar, məsəl üçün, evlərinin müəyyən əşyasını gətirmək istəyirdilərsə, o müəyyən əşyaları götürmək imkanından məhrum oldular. Yəni, insanlar belə deyək, əli yalın gəlib Bakıya çatdılar. Yəni, belə məqamlar oldu. Bu şeyləri biz hər birimiz yaşamışıq. Davam eləyəcəyik bu söhbətimizə. Hal-hazırda isə hörmətli tamaşaçılarımız reklamların zamanıdır. Keçid alaq reklamlara.
Davam edirik, hörmətli tamaşaçılarımız. Bu günlərdə bütün Azərbaycanımız üçün bayramdır mənim əzizlərim. Yəni təkcə söhbət 15 iyundan getmir. Bilirik ki, Bakıda, Azərbaycanımızda, paytaxtımızda ilk Avropa oyunları artıq davam edir və ayın sonuna qədər bu bayram günləri davam eləyəcək. Hər birimiz üçün bayramdır, hər bir Azərbaycanlı üçün bayramdır və eləcə də səhər çağının elə proqramı da ayın sonuna qədər bax belə bayram əhval-ruhiyyəli olacaq. Bayram olan, əhval-ruhiyyə xoş ola, bir gözəl musiqi dinləməyək, bu yerinə düşməz. Səhər-səhər bilirsiniz kim gəlib? Səhər çağının ən yaxın dostlarından biri. Mənim şəxsən ona hörmət etdiyim Respublikamızın əməkdar artisti Zaur Əmraslanov gəlib, xoş gəlib, səfa gətirib. Sabahın xeyir olsun Zaur. Sabahınız xeyir olsun, xoş gününüz olsun. Çox sağ olun. Gözəl qonaqlarımız var səhər-səhər. Çox gözəl, maşallah. Bir mahnı istəyirik səndən, Təşəkkür buyur. ederim. Şirin sözlü, al yanaklı, güzel yar. Kara gözlü, şirin sözlü, al yanaklı, güzel yar. Her gün sizin güllü bağda şeyda bülbül olaydım yar. Her gün sizin güllü bağda şeyda bülbül olaydım. Ay güzel yar, ay geçek yar, dinle beni ay nigar. Ay güzel yar, ay geçek yar, dinle beni ay nigar. Kaş ki sizin güllü bağda şeyda bülbül olaydım yar. Kaş ki sizin güllü bağda şeyda bülbül olaydım. Çoktur sözüm, nece dözüm, esretine güzel yar. Çoktur sözüm, nece dözüm, ayrılığa güzel yar. Harda olsam temiz kalbim seni deyip arzular. Harda olsam temiz kalbim seni deyip arzular. Bir arzum var, bir dileğim, bahçamıza gelesen. Bir arzum var, bir dileğim, bahçamıza
sevdiğin gül olaydın, sevdiğin gül olaydım yar, sevdiğin gül olaydın. Teşekkür. Çox gözəl bir əsər səsləndirdin Zaur. Sabahın xeyir. Xoş gəlmisən. Bu bayram Sabahınız günündə xeyir səni də olsun. təbrik eləyirik. Çox gözəl gündür. Allah bizə həmişə qələbələr içində eləsin inşallah. Daha gözəl, böyük qələbələr gözləyir idmançılarımızdan. Çox sevinirəm. Dünən valla elə sevindim o bizim Azərbaycanlı xanım karateçimiz. Bəli. 8-1 hesabla necə qalib gəldi. Mən çox fərəhləndim. Evdə səsim, mən vokalçıyam. Qonşular köçmür. Səsimdən bir təhər oldu. Qonşulardan belə səslər gəlir. Özdə qarşısındakı çox peşəkar Bəli. idmançı idi. Çox peşəkar. Yəni bu xanım Yəni bu oyunlarda iştirak edenlər hər biri çox peşəkardırlar. Gələn xarici çox idmançılardır. güclüdülər, amma bu güclü xanım idmançılardır. 8-1 onudu, özü də maşallah. İstəmirəm çox danışam, Maşallah çünki olsun. öncədən Hər danışmaq birinin bizə adını düşmür. çəkəcəyik. Hər biri bizim üçün fəxirlidir. Sən elə özün də, sənin sənətin də bizim üçün fəxr olması Çox bir sağ ol. sənətdir. Çünki hər zaman bilirsən ki, hansı günlərdə, hansı məxsusi tarixlərdə hansı əsərləri ifa etmək lazımdır və elə bu günlərdə ayın sonuna qədər mən nəzərdə tuturam. Hörmətli bizim həmkarlarımız, hörmətli televiziya proqramlarını hazırlayan həmkarlarımız bilirik ki, hal-hazırda bizim respublikamızda çoxlu sayda bizim xarici qonaqlarımız var. Belə deyək ki, bir qitəni biz qarşılamışıq qonaq kimi evimizdə. Yəqin ki, onlar hər səhər ümumiyyətlə gün ərzində bizim telekanalları, radioları izləyəcəklər. Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün, bir musiqimizi dinləmək üçün, bir tariximizi öyrənmək üçün ona görə mütləq şəkildə bütün bu günlərdən istifadə etmək lazımdır ki, ən gözəl formada, ən gözəl şəkildə biz öz tariximizi, mədəniyyətimizi və ən əsası musiqimizi təqdim edə bilək. Çünki deyir ki, bir xalqın mənəviyyatını öyrənmək istəyirsənsə, onun musiqisini dinlə. Elə ilk Avropa oyunlarının açılış mərasimində də gördünüz ki, necə gözəl bizim klassik musiqilərdən, parçalardan istifadə olunmuşdu. Bu elə özü bir Azərbaycan deməkdir. Fikrət Əmirov da, Qara Qarayev də, Üzeyir bəy də. Bu yaxşı siyasət idi, çox gözəl idi. Hər kəsə bildirsinlər ki, biz kimik. Bəli. Və bizim o, mən çox kövrəldim, o bizim Balaban səsləndi, Sarı Gəlin səsləndi. Alim Qasımovun gözəl ifası səsləndi. Nizami Gəncəvinin o gözəl əsərləri göstərildi. Mən çox fərəhləndim və Hər birimiz. Yəqin ki, iştirak eləmişsiniz orada, hörmətli millət vəkillərimiz. O qürur hissini siz də canlı yaşamısınız. Əlbəttə. Doğrudan da Nurana xanım, bu istər bax indi bu dəqiqə davam edən bu Avropa oyunlarından danışaq, istərsə ki, neft strategiyasından danışaq. Bəli. İstər Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi kimi bir uğurdan danışaq və yaxud ki, Eurovision kimi bir musiqi yarışmasını da qələbə çalıb və sonra buna ev sahibliyi etməkdən danışaq. İnanın, bunlar hamısı məntiqi şəkildə Qurtuluş Günü ilə bağlı olan bir məsələdir. Yəqin ki, Aydın təməlini oradan müəllim təsdiqləyər. Bəli, bilirsiniz, Qurtuluş Günü Azərbaycana nə verdi? Bax, o sizin birinci sualınızdan danışsaq, Azərbaycana uğurlar verdi. Çeşidli uğurlar verdi. Müxtəlif qələbələr bəxş elədi. Yəni, Azərbaycan öz ayaqları üstündə çox möhkəm dayandı. Bax, bugün elə, bax, siz dediyiniz kimi, bax, bu Avropa oyunlarının açılışında iştirak etməkdən mən düşünmürəm ki, hansısa bir Azərbaycanlı qürur hissi keçirməmiş olsun. Baxın, o qədər ölkələrin birinci şəxslər səviyyəsində təmsil olunması, Azərbaycanın doğrudan da sadəcə, belə deyək, bir ev sahibliyi etməsi yox, özünün bütün mental dəyərlərindən tutmuş, adət-ənənəsinə qədər, qonaqpərvərliyinə qədər bir ortaya qoyub, onu təqdim eləməsi, özü çox yüksək bir səviyyədə təqdim eləməsi doğrudan da bir qürur verici bir hal idi. Baxın, Azərbaycan xalqının, mən kiçik bir epizodu vurğulamaq istəyirəm. Yəni ermənilərin o idmançılarının oradan keçməsi. İnanın, mən bəzən düşünürdüm ki, kimlərsə hövsələsizlik edəcək. Biraz səbirsizlik edəcək. Bilirsiniz, amma inanın, onlar keçəndə də sadəcə sustu.
o qədər bu Yüksək xalq mədəniyyət. elə bir yüksək mədəniyyət, elə Bəli. bir səbirliyini nümayiş etdirdi. İnanın ki, bu mənə çox böyük təsir elədi ki, bu xalq deyir ki, mən səninlə döyüş meydanında da görüşərəm, idman meydançasında da görüşərəm, amma burada qonaqsan. Bəli. Sadəcə. Bilirsiniz, bu xalqın çox böyük bir keyfiyyətləri özünü göstərdi. Bax, indi Zaur müəllim dediyi kimi də, bax, Nizami Gəncəvinin bütün əsərləri, görün nə gözəl təqdim olunmuşdu. Və yaxud da ki, çox möhtəşəm bir səhnə yaradılmışdı. Yəni, mən indiyə qədər belə bir açılışı, haradasa bir heç amma çox yerlərdə olmuşsunuz, çox açılışlarda olmuşsunuz, xarici dövlətlərdə ən azından bir televiziyadan da onu seyr eləmişik. Yəni, demək istəyirəm ki, çox möhtəşəm bir şey idi. Yəni, siz elə gələn dövlət başçılarının, bax, onların o reaksiyasında, onların o üz mimikalarında da görmək olurdu ki, çox böyük bir məmnunluq hissi keçirirlər ki, Azərbaycan doğrudan da çox böyük bir uğurla, çox böyük bir peşəkarlıqla bax, bunu təqdim elədi. Düzdür. Və hörmətli tamaşaçılarımız, bilirsiniz ki, ümumiyyətlə bax bu oyunların açılış mərasimi bir çox dövlətlərin televiziya kanalları ilə, özü də ən ölkələrdə belə deyək, öndə gedən televiziya kanalları ilə yayımlandı və o yayımlanan telekanallarda tez-tez səslənirdi. Bax, bunu səsləndirir. Fantastik performans. Ancaq bunu söyləyirdilər jurnalistlər, yəni başqa bir şey deyə bilmirdilər. Bu çox önəmlidir ki, bizdə olan, belə deyək, Azərbaycanda baş verən bu hadisəni dünya izləyirdi. Bundan böyük qürur ola bilməzmi? Yəni, o qürur siz də yaşamışsınız bizimlə bərabər. Əlbəttə. Mən ağlamışam neçə dəfə, Aydın müəllim. Tək Azərbaycanda deyil, Azərbaycandan kənarda yaşayan milyonlarla Azərbaycanlılar da bu açılışı izlədilər və ondan sonra sosial şəbəkə bu doğrudan da qürur hissləri ilə dolu idi. Tək Azərbaycanlılar deyil. Ümumən dünya 1-ci Avropa oyunlarının açılışına yüksək qiymət verdi. Azərbaycan onsuz da ona qədər tanınırdı. Özünün müstəqil siyasəti ilə, özünün regionun lider dövləti olması ilə, BMT Təhlükəsizlik Şurasının üzvü kimi BMT-nin işinə töhfə verdi, Avrovisionda qələbəsi ilə və s. və s. Yəni, Ulu Öndər Heydər Əliyev demişkən Azərbaycan dünyaya bir günəş kimi doğur. Və hər ildən ilə biz bunun doğrudan da gözəl nümunəsini görürük. 1-ci Avropa oyunları isə Azərbaycanın 15 iyun 93-cü ildən bəri gəldiyi yolun hesab edirəm ki, artıq məntiqi nəticəsidir. Biz dövlət kimi nəyə nail olduq və biz dövlət kimi ortaya nəyə qoyuruq? Açılış sadəcə olaraq açılış idi. Amma açılışın özü də sizdə bir fantastik idi. Biz mədəniyyətimizi ortaya qoyduq. Biz təşkilatçılığımızı ortaya qoyduq. 64 min adamın təhlükəsizliyini təmin etmək bir stadionda bu asan məsələ deyil. Bunu təmin etdik. Ümumən götürdə açılışa qədər olan işləri yüksək səviyyədə təmin etdilər. Və bugün Olimpiya kəndində yaşayan idmançılar yaradılan yüksək şəraitdən razılıq edirlər. Və Avropa oyunları kifayət qədər möhtəşəmdir. Dünya olimpiyadlarına bir qayda olaraq 8-10 min idmançı gəlir. Bakıdakı 1-ci Avropa oyunlarına 6 min idmançı gəlir. Bəli. Faktiki olaraq bu bir qitənin deyil, yenidən dünyanın bir qədər kiçilmiş formada bir yüksək idman festivalıdır. Və ədalət yüksək səviyyədə təmin edilir. İndiyə qədər deməli bir yarış barəsində də şikayət verilməyibdir. Ədalətli şəkildə keçirilir. Artıq dünənə olan məlumata görə 50 iştirakçı ölkədən 21-nin medalları var. Bəli. Və çox sevindiricidir ki, siyahıda artıq biz birinciyik. Bəli, 13 medalla biz 13 birinciyik. medalımız var. Bunun 6-sı qızıldır. Bəli. Biz Olimpiya oyunlarında bir qayda olaraq 2-dən çox qızıl medal qazana bilməmişik. Ən yüksək medal sayı ötən London Olimpiyadasında 11 medal qazanmışdıq. Artıq biz 13 medal qazanmışıq. Artıq 2-3 gündür başlayıb. Bəli, bu hələ başlanğıcdır. Qarşıda gələn oyunlarda da hesab edirəm ki, Azərbaycan yüksək nəticə göstərir. Azərbaycan ənənəvi bir neçə idmandan artıq kənara çıxa bilib. Digər oyun növlərində də biz, məsələn, triatlonda biz bürünc qazandıq. Komanda olaraq müəyyən oyunlar var, yarışlar var. Orada uğurlarımız var. Mingəçevirdə keçirilən, deməli, avar çəkmədə bir komandamız finala çıxıb bugün yarışda iştirak edəcək. Dünənki yarım finalda o ikinci göstərici ilə irəli çıxdı. Yəni, bütün bunlar göstərir ki, Azərbaycan dövlətçiliyinin artıq nəticələri var.
Nəticələr müstəqil daxili xarici siyasətdir. Nəticələr insanların sosial vəziyyətinin yaxşılaşmasıdır. Nəticələr Azərbaycan vətəndaşının bu gününə və sabahına inamlı olmasındadır. O öz dövlətinə inanır, öz prezidentinə inanır. O aparılan siyasətin uğur qazanacağına inanır. Və Avropa oyunlarında bizim idmançılarımızın bir-birinin ardınca qələbə qazanması insanlara böyük bir stimul verdi. Və hesab edirəm ki, bu günlər hər birimiz fikirləşik. Mən xoşbəxtəm ki, mən Azərbaycanlıyım. Mən Azərbaycanlıyım. Doğrudan da biz xoşbəxtik ki, biz Azərbaycanlıyıq. Hal-hazırda isə reklamları izləyəcəklərim.
Təşəkkür Zaur, təşəkkür. Zaur, çox bəyənirəm mən sənin ifanı, səsini. Bugün Zaur Respublikamızın əməkdar artistidir. O gün olsun ki, mən Zauru bax ekran vasitəsilə elan edim ki, Respublikamızın xalq artisti. İnşallah. Çox təşəkkür edirəm gözəl arzularınıza görə. Çox sağ olun. Amma mən istəyirəm ki, kim hansı pillədə olursa olsun, onun əsl ona layiq olsun. Mən hələ öyrənəcəyim işlər var öz sənətimdə. Zaur təvəzzökar. Bax, onun təvəzzökarlığını sevirəm. Hələ saxlayaq inşallah. Çox sağ olsun dövlətimiz gözəl. İnşallah, inşallah. Və hörmətli tamaşaçılarımız, bugün doğrudan da biz gözəl bir gündə yaşayırıq. 15 iyun tarixini yaşayırıq əzizlərim. Bu tarixi gündür. Hər bir Azərbaycanlı üçün bu fəxr olması bir tarixdir və hər birimiz də bilirik ki, hər bir müstəqilliyə qədəm qoymağa çalışan dövlətlər, xalqlar bu müstəqillik yolunda mütləq şəkildə bir çətinliklərdən keçirlər. Müstəqillik çünki asanlıqla əldə olunmur. Azərbaycan da bu çətinliklərdən keçdi və o müstəqillik yollarında mütləq şəkildə insanlara, toplum olaraq, cəmiyyət olaraq, xalq olaraq insanlara bir lider gərək olur. Belə deyək, qədim Azərbaycana baxsaq, bir ağsaqqal gərək olur ki, hər kəs o insanın sözünə, əməlinə inansın. Ürəkdən inansın ki, onun dediklərini əməl etsin ki, dövləti qursunlar. Və o məqamda milli liderimiz Heydər Əliyev gəldi ki, bizim doğrudan da bir liderə, bir ağsaqqala, bir ataya ehtiyacımız vardı ki, onun sözü ilə bu dövləti necə quraq. Və həmin dövrdə onun bir sözü var idi. Mən ömrümün qalan hissəsini xalqıma verirəm. Çox gözəl sözü idi bu. Belə deyək, elə bil ki, liderlə xalq arasında bir əhd-i peyman bağlanırdı. Və doğrudan da bu söz öz həqiqətini tapdı. Həqiqiliyini tapdı. Tamamilə haqlısınız Durana xanım. Deməli, Heydər Əliyevin gəlməsi bir tarixi zərurət idi. Bir bütün hadisələrin gedişatının bir məntiqi nəticəsi idi. Digər tərəfdən də burada bir tarixi ədalətlilik prinsipi də diqqəti cəlb eləyir. Çünki Azərbaycanda bu, belə deyək, o dövrdəki uğurların böyük əksəriyyəti ilə Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə əldə olunan uğurlar idi. İlk dəfə. Bəli. Sonra isə gördüyümüz kimi biz Sovet dövlətinin o dağılması ilə əlaqədar bütün Azərbaycanın o uğurları, nə bilim, əldə olunan, belə deyək, o infrastruktur, o da tədricən, belə desək, hələ yumşaq desək, dağılmağa başlamışdı bu da. Heydər Əliyevin bax, dəvət olunması da xalqın özünün, belə deyək, təsadüfi bir tarixi şəxsiyyəti dəvət etməsi kimi deyildi. Bəli. Çünki xalq onu tanıyırdı. Onun rəhbərliyi altında o qədər böyük uğurlara imza atılmışdı ki, yəni söhbət sınaqdan çıxmış bir liderdən gedir. Bəli, ola bilər hər hansı bir lider, böyük bir potensiyalı olan lider olsun, amma tarixin sınağından çıxmamış olsun, xalqla təması yeni qurulmuş olsun, amma Heydər Əliyevdə tamamilə başqa bir cəhətlər onu önə çəkirdi ki, artıq tarixin təsdiqlədiyi, tarixin sınağından çıxmış, xalqla münasibətlərində artıq tanınmış bir şəxsiyyət idi. Və buna görə də mən ona görə bayaqları vurğuladım ki, bu xalqın müdrikliyinin bir ifadəsi idi bu qurtuluş günü. Yəni xalq düzgün seçimini etmişdi. Bir də ki, həmin vaxt elə bilirsiniz, Heydər Əliyevlə bir yerdə mən demirəm ki, tək fiziki olaraq quruculuq işləri elə xalqın özünün bir milli özünü dərk hissinin oyadılmasında Heydər Əliyevin çox böyük rolu var idi ki, mən bunu xüsusilə vurğulamaq istəyirəm ki, yəni Heydər Əliyevin istər bir milli təhlükəsizlik orqanlarında ilk, belə deyək, rəhbər milli kadr olmasının özü elə böyük bir fakt idi. Ondan sonra Azərbaycan gənclərinin seçilib dünyanın, o dövrki Sovet dövlətinin müxtəlif ali təhsil ocaqlarının göndərilməsi, milli kadr potensialının yaradılması, bu özü sonunda bir Azərbaycan xalqının milli özünü dərkisinin bir formalaşmasını gətirib çıxardı ki, bilirsiniz, milli özünü dərkisi olmayan xalq heç vaxt müstəqil dövlət yarada bilməz. Çünki milli dövlət yaratmaq hər bir xalqa nəsib olmayan bir məsələdir. Bilirsiniz, Heydər Əliyev bu xalqla bir yerdə o qərara gəlinmişdi ki, əgər hər hansı bir xalq özünü dünyaya tanıtmaq istəyirsə, özünün milli, mental dəyərlərindən tutmuş bütün adət-ənənəsi xalqa dünyaya tanıtmaq istəyirsə, dünya xalqları içərisində layiqli bir yer tutmaq istəyirsə, ümumiyyətlə bir milli mənini
qoruyub saxlamaq istəyirsə, dünyada gedən bir belə deyək milli assimilyasiya proseslərindən yan keçmək istəyirsə, öz dilindən tutmuş dininə qədər qoruyub saxlamaq istəyirsə, o xalqa müstəqil dövlətin yaradılması vacib bir məsələdir. Müstəqil dövlətdə də o xalq yaradır ki, onun milli özünü dərkisi formalaşsın. Bax, elə həmin milli özünü dərkisi idi ki, 80-ci illərin sonlarında Azərbaycanda Milli Azadlıq Hərəkatının geniş vüsət almasında çox mühüm rol oynadı və mən deyərdim ki, Sovet dövlətinin dağılmasının çox mühüm səbəblərindən biri məhz Azərbaycanda, o cümlədən Bakıda olan bu hərəkat oldu. Çünki əgər keçmiş SSR-nin bütün coğrafi ərazisinə baxsaq, heç bir yerdə Bakıdakı qədər birbaşa, düzünə şəkildə Sovet dövlətinin dağılması istiqamətində belə bir milli azadlıq hərəkatı baş verməmişdi. Ondan başqa elə belə deyək, xırda bir Naxçıvanda Heydər Əliyevin etdiyini heç bir belə deyək, keçmiş SSR məkanında edilmədi. Elə bugünkü üçrəngli bayrağımızın orada qaldırılmağı. Bəzən bilirsiniz, bəli, tamamilə doğru. Heç tanımırdıq onda o bayrağı biz. Hətta soruşurduq ki, bu hansı dövlətin bayrağıdır? Onu demək istəyirəm ki, siz təsəvvür edin ki, belə bir bayrağın qaldırılması, bugün danışmaq bunu çox asaddır. Hələ Sovet dövləti süquta uğramadan, hələ ondan sonra təxminən bir ildən sonra təxminən süquta uğrayacaqdı. Amma Naxçıvanda kiçik bir Azərbaycanın tərkibində olan bir muxtar qurumda Heydər Əliyev Azərbaycanın milli dövlət bayrağını qaldırdı və SSR bayrağından imtina etdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ifadəsindən Sovet Sosialist sözlərini çıxartdı. Yəni, hələ Sovet dövlətinin süquta uğramasına qədər bunu etmək adi bir məsələ deyildir. Bundan başqa, siz yadınızdadırsa, Aydın müəllim də yaxşı xatırlayar, Mütəllibovun hakimiyyətdə olduğu dövr idi. SSR-nin saxlanılması ilə bağlı bir referendum keçirildi. Naxçıvan iştirak etmədi və Azərbaycana da tövsiyə edildi ki, iştirak etməyin. Yəni demək istəyirəm ki, hələ Sovet dövləti dağılmamış bu əməlləri etmək, bu hərəkətləri etmək, bilirsiniz, bugünkü prizmadan baxanda bəlkə də çox asan görünər. Amma Sovet dönəmini yaşamış insan, yəni o vaxtı bu dövlətin ümumiyyətlə bir güc potensialına bələd olan bir insanın yəni bu işləri etməsi bir fövqəl bir hadisə idi. Yəni, bax ona görə də Azərbaycan xalqının da məhz Heydər Əliyevi seçməsi, təkidli tələblə onu hakimiyyətə gətirməsi bir tarixi zərurət idi. Yəni, bu Azərbaycan xalqının bir müdrikliyi idi, bir uzaq görənliyi idi. Düz addımı idi ki, onun da bəhrələrini biz bugün görürük. Bundan sonra mən bir daha vurğulamaq istəyirəm. Əgər söhbət edərəm, bax bu xidmətlərdən gedirsə, Aydın müəllim də yəqin təsdiqlər ki, Azərbaycançılıq ideologiyası elə belə sadəcə belə sıradan bir ideologiya deyildi. Bu da Heydər Əliyevin bir kəşfi idi ki, hər bir dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı öz vətəni üçün çalışmalıdır və Konstitusiyada da qeyd olunduğu kimi Azərbaycan dövləti də onların hüquqlarının qorunması istiqamətində çalışır. Yəni bu ideologiya bütövlükdə dünya Azərbaycanlılarının bir təşkilatlanmasına yönələn bir ideologiya idi. Və bunu Azərbaycan dövlətini qorumaq üçün, təbliğ etmək üçün çox mühüm bir ideologiyadır ki, hələ mən ondan sonra dalınca da siyasi varislik məsələsini demirəm ki, son akord siyasi varislik məsələsinin həll olunması. Bəli, danışacağıq bütün bunlar haqqında, hörmətli millət vəkilimiz. Doğrudan da biz bugün hər birimiz Azərbaycanlı olduğumuzla fəxr edirik. Və mən belə deyərdim ki, ümummilli liderimiz bizim hər birimizə, hər bir Azərbaycan vətəndaşına elə Tanrının bir payı idi ki, onu bizə göndərmişdi. O bizim xilasımız idi. Məsələ 15 iyun günü də Azərbaycanlıların xilas günü idi, qurtuluş günü idi. Davam eləyəcək bizim proqramımız, hörmətli tamaşaçılarımız. Xəbərləri izlədikdən sonra da bu mövzu ətrafında söhbətimizi davam eləyəcək. Hal-hazırda isə Səda İnformasiya Xidməti.
Bir daha sabahınız xeyirlərə açılsın, hörmətli tamaşaçılarımız. Bugün sizinlə çox gözəl bir gündə görüşürük. Bugün hər bir Azərbaycanlının fəxr etdiyi 15 iyun günü, Milli Qurtuluş günümüzdə görüşürük və bu tarixi hadisə, bu tarixi belə deyək, bayram günü elə hal-hazırda Azərbaycanımızda gedən idman bayramı ilə bir-birinə qarışıb, belə deyək, bayrama qarışıb hər bir Azərbaycanlı qürur hissi keçirdir və ən önəmlisi odur ki, elə bu yarışlar başladığı ilk gündən bizim adlı sanlı idmançılarımız biz Azərbaycanlıları sevindirdilər. Mən onlara uğur diləyirəm və fərəhlə onların hər birinin adını bir daha çəkmək istəyirəm. Hal-hazırda Azərbaycan liderlər arasındadır. Artıq bizim 13 medalımız var və bunun 6-sı qızıl medaldır. Mən qara brilyant rəqəbli Rafaelin adını çəkmək istəyirəm. Rəsul Cunayevin, Elmarın adını çəkmək istəyirəm. Firdovsinin, Ayxanın, İrina Zaritskayanın, Elvinin hər birinə uğurlar diləyirəm. Əzizlərim, siz bizi yetərincə sevindirdiniz. Tanrı da qoy sizi hər zaman bax beləcə sevindirsin və bu oyunların sonuna qədər bizim Azərbaycanlı idmançılarımıza uğur diləyirəm. Bütün Lider televiziyasının Səhər Çağı proqramının əməkdaşları adından təkcə bizim oyunçular olmasın, elə xaricdən, Avropadan bütün ölkəmizə gələn idmançılar ürəkləri istəyən mövqeyini, məqamı tutub dövlətlərinə belə deyək, baş ucalığı ilə də qayıtsınlar. Belə, yenə biz qayıdırıq öz seyfətimizə, mənim əzizlərim, çox hörmətli qonaqlarımız. Belə deyək, bütün bu oyunlarla bağlı xarici mətbuatda da belə ifadələr səsləndi ki, sanki bir Azərbaycan standartı meydana gəldi. İndən sonra hansı dövlət bu oyunları, bu yarışları öz dövlətində keçirəcəksə, artıq Azərbaycanda necə keçirmişdilər, nələrdən istifadə etmişdilər, istifadə olunacaq. Bugün Azərbaycanı biz belə deyək, dünyaya tanıtmaq məqamındayıq. Ümumiyyətlə, Azərbaycanı dünyaya tanıtmaqla biz Azərbaycan, təkcə dövlətimiz yox, hər bir Azərbaycan vətəndaşı nəyi əldə edə biləcək? Məşhur bir Azərbaycan şairi var, Məhəmməd Hadi. Bəli. 1919-cu ildə onun məşhur bir ifadəsi var. Yox imzası xalqımın imzalar içində. Bəli. Çox böyük bir fəlsəfi sözdür və hesab edirəm ki, bunu oxuyan hər bir kəs istər-istəməz xalqın keçmişi, bu günü və eyni zamanda özünün xalq qarşısında məsuliyyəti barəsində düşünür. Əlbəttə, 200 il müstəqilliyi olmayan, dünyaya birbaşa çıxışı olmayan bir xalq həmişə müstəqilliyi arzulayır. Biz sadəcə müstəqilliyi arzulamamışıq. Biz ləyaqətli müstəqilliyi arzulamışıq. Biz özümüzün resurslarımızı, bacarığımızı, qabiliyyətimizi dünyaya tanıtmağa çalışmışıq. Və qısa bir müddət göstərir ki, biz bunu edə bildik. 1991-ci ildə SSR dağılanda 15 yeni müstəqil dövlət yarandı. Onların bir çoxu hələ indiyə qədər keçid dövrünü keçib qutara bilməyiblər. İndiyə qədər onlar ağır problemlərin içərisində. Bu təkcə keçmiş SSR məkanıdır. Dünyada kifayət qədər bu dövlətlər var. Azərbaycan isə 1993-cü ilin 15 iyunundan Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə özünün müstəqilini reallaşdırmağa başladı. Azərbaycan bir-birinin ardınca dünyaya Azərbaycan təcrübəsini, siz dediyiniz kimi Azərbaycan standartlarını göstərə bildi. Bu standartlar bir qismi dünyada özünü təsdiqləşmiş standartlardır. Bir qismi isə Azərbaycan öz təcrübəsindən irəli gələrək bunu göstərə bildi. Və ümumilikdə dediyiniz Azərbaycan standartları yaranır. Və Azərbaycan standartı bugün keyfiyyət standartlarıdır. Bugün ən yüksək zövq, ən yüksək məsuliyyət, ən yüksək işin təşkili standartlarıdır. Və Avropa oyunlarının həm təşkili, açılışı, 3 gün yarışların keçirilməsi bunu təsdiq edir. Bayaq bir fikir dedim, yenə təkrarlamaq istəyirəm. Hələ bir yarış barəsində şikayət olmayıb. Nə deməli iştirakçıların yerləşməsi ilə bağlı, nə hakimlərin ədalətsiz idarə edilməsi ilə bağlı. Azərbaycana bir irad yoxdur. Xarici mətbuat Azərbaycan haqqında ən yüksək fikirlərini yazır və hesab edirəm ki, Azərbaycan bundan sonra da daha böyük tədbirləri keçirmək qabiliyyətindədir. Artıq növbədə gələn il Azərbaycanda Ümumdünya Şahmat Çempionatı keçiriləcək. 2 ildən sonra İslam Həmrəylik Olimpiyadası keçiriləcək. Orada isə 57 ölkənin, dünyanın 57 ölkəsinin nümayəndələri olacaq. Hər il Azərbaycanda keçirilən çempionatların isə sayı hesabı yoxdur. Ümumən götürükdə biz Azərbaycanla fəxr edə bilərik. Sözsüz, hal-hazırda Respublikamızda, paytaxtımızda bir-birinin ardınca mədəni tədbirlər də keçirilir. Bütün parklarda, bağlarda, bax bu tədbirlərdə mən elə gəlir ki, turistlərin gözündən yayınmayacaq. Çünki təkcə belə deyək, Azərbaycanın bugün idmanı yox, Azərbaycanın mədəniyyəti ilə də yaxından tanış olacaqlar. Rafael müəllim, bəs biz hər zaman deyirik ki, biz Avropadan görək, götürək, öyrənək. Çünki bu dünya belədir, gör-götür dünyasıdır. Harada yaxşı nə varsa onu öyrənməlisən, götürməlisən. Bugün Avropa Azərbaycandan nəyi öyrənəcək?
Nurhan xanım, təşəkkür edirəm bu suala görə. Doğrudan da biraz çox belə mən deyərdim ki, çox bir çeynənmiş bir söz var ki, Avropalaşaq, Avropanın müəyyən dəyərlərini götürək. Amma bilirsiniz, mən düşünürəm ki, Azərbaycanın özünün Avropaya ixrac eləyə biləcəyi çox böyük dəyərlər var. Onun hətta Avropanın özünün də etiraf elədiyi Azərbaycan ailə modelindən tutmuş Azərbaycanın qonaqpərvərliyinə qədər, Azərbaycanın mental dəyərlərinə qədər, milli mənəvi dəyərlərinə qədər, adət-ənənəsinə qədər, hansı ki çox böyük dəyərlərdir. Yəni bugün bunların Avropa insanına tanıtılmasının çox böyük əhəmiyyəti var. Və Azərbaycan buna da, mən onu deyim ki, çox böyük uğurla buna da nail olur. Baxın, bəzən də buna qısqancılıq hissi ilə yanaşırlar və mən bunu da təbii qəbul edirəm. Çünki qoca Avropanın, Xristiyan Avropasının bir idman tarixinə Azərbaycan bir ilk imzanı yazır. Bəli. Bir kiçik, belə deyək, coğrafi baxımdan kiçik dövlət olan, bir İslam dövləti olan bir dövlət Azərbaycanın, bəli, Avropanın idman tarixinə böyük bir şanlı bir səhifə yazır və çox böyük uğurla ev sahibliyi eləyə bilir və özünün bu dəyərlərini göstərə bilir. Mən bayaqları dedim ki, doğrudan da bununla bağlı mən elə fürsətdən istifadə edib elə hər birimizin adından mən Azərbaycan xalqına da böyük bir minnətdarlığımı, təşəkkürümü bildirmək istərdim ki, doğrudan da hər kəs, hər bir fərd özünü ev yiyəsi kimi aparmağı bacarır. Baxın, bax elə istər fərdi avtomobillərdən istifadə edilmək məsələsi olsun. Baxın, görün çağırışla, doğrudan da fərdi avtomobillərdən demək olar ki, çox az istifadə olunur. Baxın, Avropa oyunlarının, tutaq ki, o personalının getməsi üçün yolda bir ayrı bir zolağın yaradılması məsələsi, inanın, bu qaydaya əməl olunması, mən düşünmürdüm ki, əvvəl bu cür mütəşəkkil şəkildə bunu əməl olunacaq. Amma bir gün içində hamı bunu əməl elədi. İnanın, əməl elədilər. Qüvvəyə minən gündən. Məsələn, 2012-ci il London Olimpiyadasında bu təcrübədən istifadə olunmuşdu. Ondan əvvəl də istifadə olunmuşdu. Məsəl üçün, bəzi insanlarımızda elə fikirlər var idi ki, tutaq ki, bu personalı avtobuslarla aparanda yol polisinin əməkdaşı düşəcək. İrəlidə gedəcək. Bəli, irəlidə gedəcək və yolu aça-aça gedəcək. Bilirsiniz, bu biraz administrativ metodu göstərirdi. Amma insanların o zolağın yaradılması, insanların könüllü şəkildə buna riayət etməsi, mən yəni bunu vurğulamaq istəyirəm ki, bu Azərbaycan xalqımızın bir mənəvi dəyəridir. Hansı ki, bunu da göstərmək lazımdır, bunu da öyrətmək lazımdır. Avropa bunu da götürməlidir. Düzdür, elə şeylər var ki, biz Avropadan götürürük və bugün də götürməkdə davam edirik. Amma inanın, sadəcə olaraq Azərbaycan xalqının öz dəyərlərini biraz daha yaxşı modernləşdirib ixrac eləmək ondan daha yaxşıdır. Azərbaycan xalqının milli mənəvi dəyərlərinə çata biləcək, inanın, dəyərlər yoxdur. Sadəcə olaraq bunu mütəşəkkil şəkildə bax bu oyunlardakı kimi təqdim eləmək lazımdır. Çox gözəl. Çox gözəl bir söz dedi Rafael müəllim. Çox bəyəndim o sözünüzü ki, siz təşəkkürünüzü bildirirsiniz Azərbaycan xalqının hər bir nümayəndəsinə. Özünü doğrudan da çox kübar, çox elit, çox yüksək səviyyəli apardıqlarına görə, istər bu yarışlarda olsun, idman arenalarımızda olsun, istər elə açılış mərasiminin özündə olsun, istərsə də elə küçədə olsun, meydanlarda olsun, hər birinə elə biz də təşəkkürümüzü bildiririk. Biz deməli özümüzü məqamında çox gözəl şəkildə yüksək səviyyədə göstərməyi bacarırıq. Bu həmişə belə olub, həmişə də belə olacaq. Yenə biz qayıdaq 15 iyul gününə, 15 iyun gününə. Doğrudan da bugün, doğrudan da sizin də elə dediyiniz kimi çox əhəmiyyətli bir gündür və bir məsələ var ki, biz bu müstəqilliyi qazanmışıq. Sizin söylədiyiniz kimi o keçid dövrünü keçmişik. Çox gözəl uğurlara Azərbaycan imza atıb. Artıq imzası var, deməli millətlərin imzasının içində Azərbaycanımızın. Bəs indən sonra bunu qoruyub saxlamaq deyil, onu qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər çətindir. Mən elə gəlir 2 qat ondan çətindir. Düzdür, gənclərin üzərində çox böyük
məsuliyyət düşür. Bugün əgər sizlər o postlardasınızsa, o millət vəkili kürsülərindəsinizsə, sabah artıq gənclər gələcək. Əlbəttə. Bugün sizin auditoriyalarda o gənclərin qarşısındakı bir pedaqoq olaraq, bir müəllim olaraq ki, dərs deyirsiniz, sabah sizin kürsülərinizi həmin sizin o tələbələriniz tutacaq. İcazə versəniz bu sualınıza birinci mən cavab verirəm. Buyurun. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında 3 böyük xidməti var. Birincisi, Azərbaycanın rəhbərlik etdiyi dövründə həmin dövrün problemlərini həll edib. Təkcə bu kifayət idi ki, onun adı tarixə düşərdi. İkincisi, Heydər Əliyev Azərbaycanın gedəcəyi yolu göstərib. Təkcə dövrünün problemlərini həll etməyib, özündən sonra da Azərbaycanın gedəcəyi strateji yolu müəyyənləşdirib ki, biz bugün Heydər Əliyev yolu ilə gedirik. Üçüncü ən böyük xidməti ondan ibarət ki, Azərbaycanı o yolla apara biləcək komanda formalaşdırıb. Aha, ətrafında. Ətrafında gənclərdən, Azərbaycanı sevən insanlardan, mütəxəssislərdən və s. və s. Və dünya tarixində bu üç problemdən bəzən birini, ikisini, bəzən üçünü də həll etməyən liderlər olur. Heydər Əliyev üçünü də həll edə bildi. Və Azərbaycanın bugün uğurları ondan irəli gəlir ki, birinci biz Heydər Əliyev irs ilə söykənirik. Heydər Əliyev yolu ilə gedirik. Və bu problemləri həll eləyən Cənab Prezidentin rəhbərliyi ilə çox bacarıqlı bir komanda var. Dünya siyasəti hər gün bir yenilik eləyə bilir. Hər gün böyük bir problem yarada bilir. Amma bugün qaynayan dünyada Azərbaycanda stabillik qorunub saxlayır. Azərbaycan öz maraqlarını qoruyub saxlayır. Azərbaycanla dostluq etmək istəyən ölkələrin sayı durmadan çoxalır. Dünyada gedən maliyyə böhranında Azərbaycan öz dayanıqlığını qoruyub saxlaya bildi. Vətəndaşların ödəmə qabiliyyətini qoruyub saxlaya bildi. Bütün bunlar hesab edirəm ki, uğurlarımızdır. Gəncliyimizə gəldikdə isə bizim çox qabiliyyətli gənclərimiz var. Və bu gənclik Azərbaycanı sevir. Bu gənclik Azərbaycan xalqına, tariximizə, mədəniyyətimizə bağlıdır. Bu gəncliyimiz dünyanın gedən prosesləri yüksək səviyyədə dərk edir və onları həll etməyə həmişə hazırdır. Biz həmişə ən yüksək postların zamanı gələndə gənclərin oturmasına tərəfdarıyıq. Qoy gənclər gəlsinlər, öz yerlərini tutsunlar və biz gənclərin bizi təkrarlamasını istəmirik. Bizdən daha yaxşı olmasını istəyirik. Daha yüksək səviyyədə, günün tələblərinə cavab verən səviyyədə olmasını istəyirik. Mümkündür ki, müəyyən bir dövrdən sonra Azərbaycanda artıq neçənci Avropa oyunları keçsin. Müəyyən bir dövrdən sonra yenidən Azərbaycana qayıdacaq. Və həmin dövrün gəncləri həmin dövrün Avropa oyunlarının açılışını, gedişini indikindən daha yaxşı eləsinlər. İnkişaf həmişə dünənə, bugündən nisbətən daha irəlidə olması deməkdir. Hesab edirəm ki, Azərbaycan gəncliyi bunu yerinə yetirmək iqtidarındadır. İnşallah belə də olacaq. Bir məsələ də var, bir məqam da var. Bilirik ki, Azərbaycanın istər bu dövlətimizi nəzərdə tutaq, istər bizim xalqımızın hər bir nümayəndəsinin, bizim hər birimizin bir problemimiz var. Qarabağ problemi. Siz nə deyərdiniz, yəni bir millət vəkili olaraq? Bütün bu gedişat, bütün bu inkişaf, bütün Avropanın bizdə gözü olması, artıq Azərbaycanın belə deyək, sözü ilə ayaqlaşmaq, Azərbaycanın fikirləri ilə razılaşmaq, bütün bunlar gətirib sonunda bizim bu problemimizin həllinə çıxardacaqmı? Bu yola doğru gedirikmi biz? Nurhan xanım, təşəkkür edirəm. Çox yaxşı sualdır. Amma istərdim bir gənclik ilə bağlı mən də bir balaca fikrimi deyim. Buyurun. Doğrudan da Heydər Əliyevin həm dövlət başçısı olduğu dövrdə, həm də elə birinci dəfə Azərbaycanda hakimiyyət illərində gənclərlə bağlı dövlət siyasəti prioritet istiqamətlərdən biri olub. Yəni, çünki o Azərbaycan gəncliyinə tək Azərbaycanın milli genofondu kimi yox, eyni zamanda sabahın adamları kimi, cəmiyyətin sabahki qurucuları kimi, dövlətin bütün idarəçiliyin ağırlığını gələcəkdə öz çiyinlərində apara biləcək bir təbəqə kimi baxırdı. Ona görə də bax elə Azərbaycanın bugün qüvvədə olan gənclər siyasəti haqqında qanunu da Heydər Əliyevin vaxtında, hakimiyyətdə olduğu dövrdə qəbul olunub. Bax, bununla bağlı mən bayaqları xalqımızın bütün mental dəyərlərindən, özünü bir çox yüksək səviyyədə bir ev sahibi kimi aparmasından danışanda mən Azərbaycan gəncliyinə xüsusi toxunmaq istəyirdim ki, baxın, bu oyunlarda görün nə qədər Azərbaycan gəncləri canla, başla, çox yüksək səviyyədə xidmət edirlər. 12.500 könüllümüz oldu bizim. Bəli, 12.500 könüllü bu ordudur, bütün bir ordudur. Çox böyük bir ordudur. Bilirsiniz, biz bir neçə il bundan əvvəl könüllü fəaliyyət haqqında qanun qəbul elədik. Bilirsiniz, onda hələ heç bu Eurovision oyunları da keçirilməmişdi.
2011-ci il idi, bəli. Biz o qanunu qəbul edəndə. Yəni demək istəyirəm ki, hətta bəzən cəmiyyətdə belə fikirlər var idi ki, könüllülük fəaliyyəti nədir ki? Yəni bunu Nəyi də bilərlər? Bu nəyə görə lazımdır ki? Doğrudanmı bu gün Azərbaycana bu qanun lazımdır? Bəzən hətta mənə qəribə orasıdır ki, jurnalistlərdən də belə suallar verənlər var idi. Amma doğrudan da Azərbaycanın sürətlə inkişafı bu gün bax göstərdi ki, könüllü fəaliyyət haqqında qanunda lazımdır. Hətta bu qanunun tələblərinə uyğun olaraq görün 12.500 böyük bir ordu heç bir təmənnasız olaraq könüllü fəaliyyətini göstərirlər və yalnız bu onların bax o bir qonaqpərvərlik kimi bir mental dəyərinin ifadəsindən qaynaqlanan bir məsələ idi. Ona görə mən Azərbaycan gəncliyinə doğrudan böyük təşəkkürümü bildirmək istəyirəm buradan. İnanın, heç də onlar bax bu könüllülər dövlətin çəkdiyi zəhmətdən az zəhmət çəkmədilər. Onların adi, bax o açılış mərhələsi, adi təbəssümündən tutmuş, onların hər bir qrupa onun oturacağı yerə qədər göstərməsi doğrudan böyük bir fəaliyyətdir. Yorulmadan bunu edirlər. Yəni bir daha onlara öz təşəkkürümü bildirirəm. Amma o ki qaldı Qarabağla bağlı məsələyə. Bilirsiniz, çox qəribə bir dövrdə yaşayırıq. Azərbaycan da Allahın qismətidir ki, çox böyük fövqəli dövlətlərin geosiyasi maraqlarının toqquşduğu bir regiondayıq. Azərbaycan unikal bir ərazidədir. Deyək ki, o bugün deyil, hələ 20-ci əsrin əvvəllərinə də baxsınız, demək olar ki, elə bənzər bir hadisədir. Qarabağ problemi də dururdu Cumhuriyyət vaxtında. Neftlə bağlı problemlər də var idi. Amma Allah'a şükür ki, bugün Azərbaycan öz taleyinin sahibidir və artıq elə bir dövrə gəlib çatmışıq ki, sadəcə olaraq bir hərbi güclə, fiziki güclə, xaotik olaraq hər hansı bir problemi dünyada həll etmək çətin məsələdir. Bu çox incə, uzaq görən bir siyasət tələb edir. Sözsüz ki, son nəticədə hərbi yolla bu problem həll olunacaq son nəticədə. Bunu sonda Azərbaycan əsgəri həll edəcək. Amma bilirsiniz, Azərbaycanın bugünkü bu uğurlarının fonunda, bax bu istiqamətdə inamlı inkişafı fonunda mən düşünürəm, o problem həll olunacaq. İnanın, mən buna, bu məsələdə çox nikbinəm. O problem süni şəkildə yaradıldı. O problem də həll olunacaq. Bugün qarşı tərəf bilirik ki, Azərbaycanla bütün parametrlər üzrə rəqib ola biləcək bir tərəf deyil. Söhbət Ermənistandan gedir. Sadəcə olaraq dünyada milli maraqlar baxımından, geosiyasi maraqlar baxımından, dövlətlərin özlərinin sırf dövlət maraqları baxımından, ha belə sabaha proqnozlar baxımından, bəli, bu problem bugün süni də olsa saxlanılır. Mən deyərdim ki, bu problem süni şəkildə saxlanılır. Bunu hər kəs bilir. Orta statistik Azərbaycanlı da bilir ki, bu problem Ermənistan-Azərbaycan arasında olan problem olsaydı, Azərbaycan bunu çox rahat həll edə bilərdi. Çünki qarşısında Azərbaycan rəqib ola bilməyəcək bir tərəf var. Yəni sabaha nə dövlət maraqları baxımından, nə də fərdi, nə yaxud da ki, xalq maraqları baxımından sabaha elə də güvəni olmayan bir tərəf dayanır. Yəni demək istəyirəm, bu problem həll olunardı. Amma bugün o problemin saxlanılması mən düşünürəm ki, süni şəkildə saxlanılan bir problemdir. Və belə deyək, səbəbləri də bunun çoxdur. Amma bu səbəbləri aradan qaldırmaq üçün, bu problemin həll olmaq üçün ölkə prezidentinin təbirincə desək, yalnız güclənmək lazımdır. Güclü Azərbaycan olmalıdır. Bilirsiniz, artıq yaşadığımız dövründə çox zəruri tələblərindən də biri odur ki, hökmən güclü olmaq lazımdır. Bax, ona görə də Azərbaycan da Allaha şükür ki, bu istiqamətdə çox inamla hərəkət edir. Və mən bu məsələdə də çox nikbinəm. Əgər belə deyək, qurtuluş günündən indiyə qədər təxminən 22 il vaxt keçib, 22 il tarixdə bir göz qırpımıdır, bir andır. Amma 22 ildə Azərbaycan görün, tənəzzüldən tərəqqiyə doğru necə bir şanlı yol keçib. Dağılmış iqtisadiyyatdan kosmos dövlətinə qədər gəlib çıxıb. BMT-nin
Pençli deməli bir dövlətə. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə qədər gəlib çıxıb Avrovision musiqi yarışmasını udan və ona ev sahibliyi edən bir dövlətə gəlib çıxıb Avropa oyunlarını Azərbaycanda keçirən, qoca Avropanın idman tarixinə ilk səhifəni yazan bir dövlət səviyyəsinə gəlib çatıb. Bütün Avropa ölkələrinin, habelə qeyri ölkələrində belə deyək 10 illiklərlə yarada biləcəyi bir idman infrastrukturunu Azərbaycan bir neçə ili barmaqla sayılan illərin içərisində yaratdı. Demək olar ki, 2-3 ilin içərisində yaratdı. Hansı ki, bunu başqa dövlətlər 10 illər boyu yaradırdı. Bilirsiniz, Azərbaycan sürətlə inkişaf edir və bu problemin də həllinin belə deyək ki, ən vacib səbəblərindən də biri güclü olmaqdır. Ölkə prezidenti dediyi kimi və mən düşünürəm ki, bu istiqamətimiz düzdür. Bu istiqamətdə də bax belə də hərəkət eləmək lazımdır. Amma Qarabağ problemi, inanın, mən bu məsələdə nikbirəm. O problem həll olunacaq. İnşallah. Və bunu ölkə başçısı bunu dönə-dönə deyib. Ölkə başçısı artıq bu problemin, hətta onun köklərini belə çox çılpaq şəkildə də deyib. Hətta deyib indi ki, İrəvan belə bizim o vaxtı Cumhuriyyət vaxtında Ermənistana verilən hədiyyədir. Bəli. Bunu da deyib. Bundan başqa güclənməyini də deyib. Sonda bu problemin Azərbaycan əskəri tərəfindən həll oluna biləcəyini də deyib. Yəni demək istəyirəm ki, bundan başqa Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini də çox qəti şəkildə deyib. Özü də bunu da təkcə Azərbaycan xalqına yox, daxili auditoriyaya yox, bunu beynəlxalq təşkilatlarda, tribunasından dəfələrlə deyib və bu barədə də siyasət birmənalıdır. Yəni İnşallah. İnşallah. Təşəkkür edirəm bugün bu bayram günündə, bu xoş günümüzdə bizimlə bərabər olduğunuz üçün, fikirlərinizi Lider televiziyasının tamaşaçıları ilə bölüşdüyünüz üçün minnətdaram sizdən. Əgər son olaraq belə deyək, idmançılarımıza, ümumiyyətlə xalqımıza bir sözünüz varsa buyura bilərsiniz. Biz Azərbaycan idmançılarına uğurlar arzulayırıq. Biz onların pərstişkarıyıq. Hər an biz televiziya qarşısında, internet qarşısındayıq və hər bir uğuruna sevinirik. Bununla belə idman da. Əgər kimsə bugün qalib gələ bilməyibsə, inanırıq ki, qalibiyyət onu sabah gözləyəcək. Uğurlar və sevinclər. Mən də Azərbaycan idmançılarına uğurlar arzulayıram və düşünürəm ki, onların bu uğuru xalqımızı sevindirəcək. Amma mən bütövlükdə Azərbaycan xalqına bir daha uğurlar arzulayıram. Çünki gördüklərimiz hər şey bu xalqın uğurudur. O idmançının idman meydanında qazandığı uğur da bu xalqın uğurudur. Ona görə var olsun xalqımız. Təşəkkürümüzü bildirir. Bir daha bayramın mübarək olsun Azərbaycan. Son olaraq sizdən Zaur bir mahnı rica edirik. Buyurun. Əzəl günlər əyilməz heç bir zaman, ucalır günbəgün, ucalır hər an. Ürəyim vətənlədir, dilimdə hər cümlədir. Yaşasın Azərbaycan, şanlı vətən. Üzümüzə güləcək, kədərlər bitəcək, bitəcək bu döyüşlər, uğurlu gələcək, vətənim güləcək, kədərlər bitəcək, bitəcək bu döyüşlər. Mübarizlər torpağısan sən, adınla bağlıdır tarixim, vətənim yaşasın, şanlı vətən.
İrəli gedirik biz, tükənməz ümidimiz. Qəlbimdə yaşayır böyük inan. Ürəyim vətənlədir, dilimdə hər cümlədir. Yaşasın Azərbaycan, şanlı vətən. Uğurlu gələcək, özümüzə güləcək. Kədərlər bitəcək, bitəcək bu döyüşlər. Uğurlu gələcək, vətənin güləcək. Kədərlər bitəcək, bitəcək bu döyüşlər. Mübarizlər torpağısan sən, adınla bağlıdır tarixim, vətənim yaşasın.